eve içkili gelmişdim. İçkinin çok az yaşlarından, 17-18 yaşından içirəm. Sigaret içki ama bütün valideynler kimi mənim də anam sevmədi bunu. İçkili gelmiştim, anam içki o kadar boynuma koya bilmədi ki, mən də heç nəşə və yaxud da başqa narkotik maddələr görməmişdim və istifadə edənlər də yox idi ətrafımda. Anam gəldim evə gedim, nə işi çəkmisən? Mən nə işi nədir heç bilmirəm, heç görməmişəm. Bir-iki dəfə soruşdum, tələb elədim ki, gedək analiz edək, gör ki, çəkmişəm yoxsa yox da. Dedi, yox, mən qadınam, gedib bu biabır olacam, səndən geçsəm analizə. Bir neçə dəfə təklif elədim, çünki ailəmə bağlı idim, istəmirdim də, onlardan uzaq düşüb. Gördüm, anam istəmir. Və işlərimi yığdım, çıxdım, getdim evdən. 2 il hardasa içki içirdim, çox içirdim də, dəhşət dərəcədə içirdim. 2 ildən sonra bir bir qızla tanış oldum, padurqalıq eləyirdim, bir evdə yaşıyordum. Dedi ki, nə iş çəkirsən? Dedim ki, öz-özümdə fikirləşdim və buna dedim ki, ona sanılan dedi ki, narkomansan da nə işi çəkənsən, qıb dən dadına baxın bu necədir? İstifadə elədim. İlk istifadəm onda oldu. Çox bir qəribə hisslərdi. Kravatı statını çəkirdi. Belə bilirdim ki, dursam ayaqlarım tutmayacaq. Nə bilmə, bir qəribə bir hisslərdəydi. Təriflənə bilmirdim. Sonra xoşuma gəldi. İndi bu hisslərim, amma mən nə qədər ailəmə bağlıydım. Bu 2 ildə tək yaşasam da hər gün evdəkilərə fikirləşirdim ki, bəlkə düzələ bilmədim. Onsuz yazıq anam düzdür, içkili gəlmişdim. Nə işi, içki qadın özünə sıvışdırmır içkini. Mən indi sıvışdırıb istəyir pis yoldan çəksin, değil mi? Özüm vicdanımla danışırdım. Sonra bu məndə vərdiş halına aldı ki, istifadə edeyim. Çünki çox pis olurdum. Nə işləmək o hisslərdən çıxardırdı da, yəni çox belə deyib gülürdüm. Zaten nə işə sizdə deyib güdən adam olmuşam, amma nə işə o hisslərimi daha çoxaldırdım. Sonra gördüm ki, o qədər nəş çəkirdim ki, 10 qram, 15 qram çoxaltmışdım. Gördüm ki, nəşidən heç bir kayf tuta bilmirəm. Bir məclisə düşdüm, dərman atırdılar. Dərman atırdılar və patı qoyurdular. Mən də biraz belə insanam ki, öz uşağımı o qədər sevirəm ki, onlar haqqında maraqlanım. Nə işə maraqlanmışım və özümdə də belə bir şey düşüncəm var ki, bu otdur da yerdən çıxır, heç bir kimya şeylərin maddələri deyil. Dərman gördüm, patı gördüm. Patı oturdum bunu Google'da araşdırdım. Gördüm ki, bu nə bilim hardasa çoxdan 1862-ci ildə yaranıb, ziyanlı da ki, laboratoriyalardır. Amma bu dərman da, psixotrop dərmandır. Fikirləşdim ki, mən də özümə bir yaxşı olur. Patıdan yaxşı olur, özümə bir şey qoydum da, elə bir ki, diaqnoz qoydum ki, mən də dəliyəm olsun. Özümə bu dərmanı elə bir ki, sakitləşdirici kimi seçdim. Orada da dərmanı başladım. İlk dəfə dərmanı da atanda qəribə bir hallara düşmüşdüm. Qaytardım ilk. Amma o hisslər vardı ki, hansı ki o vicdan əzabı nəşi ilə öldürdüyüm vicdan əzabı, bu da biraz öldürdü və ümumiyyətlə 5 hissləşməyə başladım. Əvvəl 10 qram çəkirdim, günə 30 qram çəkməyə başladım. Öz həyatımı o qədər təhlükəyə atırdım ki, gedirdim 50 qram nəşi götürməyə. Tək başına qız, gedirdim zakladkaya. Görürüm ki, bura çox təhlükəli yerdir. Yenə də o üçün tamahımla ki, bacara bilmirdim də, gedirdim yəni dalınca tək başına. Amma hardasa həm içimdə bilirdim səhv elədiyimi. Çünki valideynimin əziyyətlə mənə böyütdüyünü bilirdim. Və mənə şər atmadığını bilirdim. Həqiqətən narkotik də olmasa içki içirdim. Daha hansı ki yaraşmırdı mənə içki içmək. Mənim anam mənə tək böyüdüb yenə yaraşmırdı. Amma içimdə yenə deyirəm, o maddələri istifadə eləyə o qədər vəziyyətsizləşmişdim ki, əvvəl düşünürdümsə, düşünmürdüm də alam. Bizə nə düşünürdüm? Düşünürdüm ki, bu günləri bu dərmanı attım, bir də sabah işə getməyə saxlayım ki, sabahları işə rahat gedə bilim də. Yenə işə bölürdüm ki, 10 qramdırsa, 15 qram bugün çəkim, 5 qramı sabah çəkim. Çox böyük bir səhv addımlar atmışam. Qardaşım otururdu o birisi otaqda. Hər şey alırdım ki, ağzını yummaq üçün də hər şey alırdım, amma
bu tərəfdə oturdum uşaqlarımdan istifadə edirdim. Yəni bunu mən aylıqda bugünkü gün fikirləşirəm ki, yəni onu mən eləməzdim, heç çox eləməzdim. Çünki bugünkü gün istifadədən əvvəl elə bir şeylər olub ki, mən orada fikirləşirdim ki, mən yəqin cismən qızam, 3 dənə oğlanam. Çünki niyə görə? Mən elə şeylər var ki, özümə sığışdırmadım da. Amma indi istifadə məni o hala çatdırmışdı ki, heç vaxt sığışdırmadığım şey özümə sığışdırdım. Narkotik istifadəsini davam elətdirsəz, elə mən də özüm gedib davam elətdirsəm məhv olaram. Məhv olmamaq üçün sağalma yoluna gəlmək lazım.